İmam Cəfər Sadiq əleyhissalam buyurdu: qaimin qiyamından öncə 12 nəfər çıxaraq hamısı bircə onu gördüklərini iddia edəcəklər. İnsanlar onları təczib edəcəklər. Qeybət-i Numani səhifə 277-də deyir ki, bir qrup insan çıxacaq və İmam Mehdi əleyhissalamın qiyamından öncə onu gördüklərini iddia edəcək və 12 nəfər olacaq bu. İnsanlarsa 12 nəfəri yalanlayacaq. İndi diqqət edin, hadisə necə olur? 23 yanvar 2015-ci il cümə günü Kral Abdullah öləndə 12 nəfər çıxır. İddia eləyir ki, Muhammed bin Həsən Əskəri əleyhissalam zühur elədi. Eynən hədisdə olan o Kral Abdullah hədisində, həmçinin onunla paralel Qeybət-i Numanidə olan hədisdəki deyir 12 nəfər çıxacaq və 12 nəfəri yalanlayacaqlar. 12 nəfər də zühurun müjdəsini verəcək. Zaten bu bizim sözümüz değil. Bu Qeybət-i Numanidə keçən hədisdir. Bu İmam Cəfər Sadiq əleyhissalamın hədisidir ki, İmam Cəfər Sadiq əleyhissalam deyir ki, hadisə bu cür olmalıdır. Biz demirik bunu. Bəli. Əgər hadisənin bu cür olmağına kiminsə iradı varsa, əslində həmin kəslərin iradı İmam Cəfər Sadiq əleyhissalamadır, Allahadır.